Yaşıl dalğa prinsipi daha çox sıxlıq yaşanan yollarda işıqvarların ardıcıl olaraq yanması deməkdir. Amma bu mütəmadi xarakter daşımayacaq. Yəni ki, işığın yanma müddəti artırılacaq. Yaşıl dalğa paytaxtın 4 iri prospektini və nəqliyyatın intensiv hərəkət etdiyi 11 küçəni əhatə edəcək. Tədris ocaqları, universitetlər, məktəblərin yaxınlığındakı yollarda avtomobil sıxlığını, həddindən çox pik saatlarda avtomobil olacağını nəzərə alaraq ardıcıl olaraq yaşıl işığın yanma müddətinin artırılması nəzərdə tutulmuşdur. Eyni zamanda İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları sentyabrın 15-dən başlayaraq gücləndirilmiş iş rejimində çalışacaqlar. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bir neçə küçədə dəyişikliklər edib. Sıxlığı aradan qaldırmaq və maneəsiz hərəkət təmin etmə məqsədi ilə bir sıra yollarda dəyişikliklər də edilib. Məsələn, Başxanov küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində, yəni Gənclik metrosunun tərəf gedən yolda işıqvar daimi olaraq yaşıl rəngdə olacaq. Bu isə Başxanovun yükünün kifayət qədər azalması deməkdir. Asit Məhərrəmov küçəsindən 3-cü mikrorayon dairəsinə gedən yolda dairəyə çatmamış avtomobillər artıq sürücülər geri dönmə əmrini yerinə yetirə bilirlər. Eyni zamanda Ceyhun Səlimov küçəsindən də 3-cü mikrorayon dairəsinə yenə də eyni ilə dairəyə girməmiş geriyə dönmə əmrini yerinə yetirə bilirlər. Bu 3 dəyişiklik artıq icra olunmuşdur. Yaşıl dalğa tətbiq olunmayan küçələrdə hərəkəti Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tənzimləyəcək. İlqar Qulusoy, Bağır Kərimov, Lider TV.